Özünü hesaba çəkən insana qulaq asın nə deyirəm, eybini desən, etiraz eləməz heç vaxt. Adamlar çoxdur, belə axır vaxtlar yaşımız keçir, özümüzə də baxırıq, ətrafa da. Adamlara eyb demək mümkün deyilmiş. Bir dənə səhvini deyirsən, üzü turşuyur. Üzünün ifadəsi dəyişir. Ya dildə deyirsən ki, mən belə deyil, elə deyil, dərhal mübahisəyə başlayır. Dildə deməsə də, üzündən görünür ki, istəmir. Üzü səbəb nədir? Səbəb budur ki, öz eybini axtarmır. Bir adam ki, öz eybini axtardı, ona gəlib başqası eyb deyəndə deyir, əla, işimi asanlaşdırdın. Mən bunu nə vaxt da tapacaqdım. Bilirsən, bir adam ki, bir işlə məşğuldur, bir başqası da gəlib ona həmin sözü deyəndə deyir, hə, mən elə bunu axtarırdım, eyblərimlə məşğul idim, sən mənə hədiyyə verdin, nə yaxşı gəldin mənə dedin ki, bunu həçana mən üzə çıxardardın, həçana bu eybi tapardın. O gün sevinir, quş kimi uçmağa, pərvaz eləməyə, qanad axtar.